Salam, hər vaxtınız xeyir olsun. Bu Jona futbol təxminlərimi qeyd edəcəm. Birinci oyunumuz Union Berlin-lə Leipzig oyunudur. Qonaq komanda ən azı 2 dəfə ofsayta düşər. Əsas seçim olacaq. İkinci oyunumuz Lecce ilə Pizza oyunudur. Pizza bu tur 6 səfər görüşün 5-də fərqlənib. Cəmi bir oyun qol vura bilməyib. Həmin oyunda da qırmızı kart alıb Bologna ilə oyunda. Burada mən qonaq komandadan bir gol gözləyəcəm. Əsas seçim olacaq. Qonaq komanda 0-500. Kasımpaşa Gəncəbirli oyunda kün zərbələrini qazanan Kasımpaşa. Anjenant aralarında keçən son 8 görüşdə 2-5 alt qeydə alınıb. Bu oyunda da əsas seçimim toplam qollar 2.5 alt seçim olacaq. Real Sociedad Girona oyununda isə kün zərbələrini qazanan Real Sociedad. Əmsal qaldırmaq istəyənlər birinci isə kün zərbələri Real Sociedadın da qələbəsini qeyd edə bilərlər. Standart Lig Ohloven oyununda isə bunu canlıdan dəyərləndirərsiniz. Bu təxmini kuponlarda yazmaq olmur hal-hazırda. Canlıdan isə açacaqlar. Kün zərbələri oyun başlayanda birinci isə SK-nın kün zərbələri 1.5 seçimdə qeyd etmək olar. 1.40-dan da yuxarı əmsal olacaq bu seçimin. Uğurlar, bol şanslar, diqqətli seçimlər edin. Əsas öz analizlərinizə, öz təxminlərinizə üstünlük verin. Bu günə 2 əmsal kuponum olacaq. Dəyərləndirmək istəyənlər biyod əlaqəsi nömrəsinə yaza bilərsiniz. Günün kuponlarını da Telegram kanalımda paylaşmışam. YouTube kanalıma, Telegram kanalıma abunə olub gündəlik təxminlərdən yararlana bilərsiniz. Sonda isə videonu bəyənin, kayd eləyin. Hər dəfə videolar paylaşdıqca qarşınıza çıxsın.